Hər şeyin mərkəzində qəlb dayanır. Qəlbdə bir balaca dəyişiklik oldusa, hansı səmtə demirəm, müsbətə ya mənfiyə, bu mühüm hadisədir. Mühüm hadisədir. Yaradılış aləmində insan qəlbində baş verənlər qədər önəmli bir şey yox. İnsan qəlbində baş verənlər ictimai siyasi hadisələrin istiqamətini müəyyən edir. Bax, bu o qədər önəmlidir. Məsələn, ümumiyyətlə, tarix əxlaqla sıx əlaqəlidir. Bir xalqın başına gələn hadisələr onun fərdlərinin qəlbində olan proseslərin xarici aləmdə təzahürüdür. O hadisələr hamısı qəlbdəki proseslərdir, çıxır üzə, biz o hadisələrlə əhatə olunuruq. Kərbəla hadisəsi bir dəstə insanın qəlbinin bərbad vəziyyətdə olmasının təzahürüdür, bir dəstə insanın qəlbinin paklığının təzahürüdür. Hər bir ictimai siyasi hətta hadisə cəmiyyətdə olan fərdlərin ürəyində olan hallarla sıx əlaqəlidir.